İyi gün. Bax, sənin jiletqabı gördüm. Bir dənə çəkim. Bu Iron Fist Azərbaycan. Kollektiv barədə nə deyə bilirsən? Nə vaxt yaranır? Bu kollektivin ümumiyyətcə məqsədi nədir? Iron Fist qrupu yaradılıb mayda 1 ilimiz tamam olacaq. Sən də prezidentsən. Bu RCD Rider klubdur. Bu qruplaşma deməzdi. Yəni qrup qardaşlıq, Düşüncəli insanları bir yerə yığmaq üçün. eyni düşüncəli, eyni baxış tərzi, həyat tərzi və dəyərləri qiymətləndirən insanlar. Bəli. Bizdə ən azından belə deyim də bütün sahələrdən, yəni şəxsi biznesi olan, dövlət işində işləyən, demirəm yüksək vəzifəli məmur, amma dövlət işində işləyən, şəxsi işi ilə məşğul olan, idmanla məşğul olan, özümüz fikirlərimiz üst-üstə düşür. Hamısı hərə bir motosikl sürür, deyirik, gülürük. Əsas burada məqsəd nədir? Bir-birimizə dəstək, dayaq və kömək. Tutulmaq üçün bir biker hansı tələbləri var? Birinci növbədə sözün açığı, ağlı başında olan, Tamam. hərəkətlərinə cavabdeh daşıyan, məsuliyyətli insan olmalıdır ki, bu jiletkanı geyinəndən sonra bu jiletkanın mənası çoxdur. Yəni Iron Fist tərcümədə dəmir yumruq deməkdir. Ki, Azərbaycanda Victory Road var, Zəfər yolu. Qərara gəldi ki, biz də dəstək olaq. Cənab prezidentimiz bağlarımızı qaytardı. İnsan gələ bu jiletkanı geyinəndən sonra öz hərəkəti ilə, əməli ilə adını batırmasın da, nə klubun, nə özünün. Bəs bikerin hansısa motosikl şərti var? Bizdə yoxdur. Bizdə 200 kubluq da ola bilər, 300 kubluq da ola bilər. Motosiklın kubazı ola bilər, ürəyin kubazı böyük olsa yaxşıdır. Tam razıyam. Səmimiyyət necə yaranır, tez yaranır. Bu bizdən asılı deyil ha. Və bu çox gözəl dostluğun başlanğıcıdır. Mən bilmirdim, bu cəmi 3-cü ildir sürürəm. Bilmirdim ki, bu qədər moto sürənlər bir-birinə dayaqdır. Yəni yolda saxlayırsan, yanırsan, volt daşıyandan tutmur. Bahalı motosikl sürən belə saxlayır ki, qardaş nə kömək lazımdır. Elementar bir dünən hadisə deyim, bir dostumuzun mototsiklinin akkumulatoru ölmüşdü. Hamımız tanıdığımız Grand Moto var, Rövşən müəllim. Zəng elədim ki, qardaş, sizdə bəlkə primiçka olar, bu ilə gələk, götürək, gedək. Dedi, konum ata bilərsiniz. Dedim, yəqin taksi ilə göndərər. Konum atdım, servis maşınını göndərdi, yerində primiçka ilə fotladıq motosikli, bir qara qəpi də götürmədi. Halal olsun. Buradan elə ora birbaşa təşəkkürümü Grand bildirdim. Motors'a salam. Həqiqətən Grand Motor'un dükanına gedəcəm. Çünki Azərbaycanda yeganə böyük dükan onlar açdılar. İnsanları tanıtmaq lazımdır. Özü o qədər insanlar pul yatırım eləyirlər. Yəni onlar bu biznesə inanırlar və bu gözəl bir şeydir.